Mətnin bədii üslubda olduğunu necə bilərik? Buna toxunmaq istəyirəm. Əgər mətndə dil anlaşıqlıdırsa, mətn daha çox bədii əsərdən danışırsa, bədii əsər olmasın və yaxud da elə dili anlaşıqlı olursa və məcazi mənalı sözlərdən istifadə olunsa, bədii təsvir və ifadə vasitələrindən, ritorik suallardan, yəni cavab tələb etməyən suallardan istifadə olunarsa, eyni zamanda ellipsis, alliterasiya, assonans, şəxsləndirmə bunlardan istifadə edilərsə, bu zaman mətnimiz bədii üslubda olur. Bir də bədii üslubda, bədii mətndirsə, orada artıq söz poetik funksiya daşıyır. Bu nə deməkdir? Yəni ki, söz həqiqi mənasından çox məcazi mənada işlənir. Bütün sözlər yox ha, yəni bəzi sözlər artıq orada məcazi mənada işlənə bilir. Bu da həmən sözün poetik funksiyası sayılır. Biri də var informativ funksiya. Bu isə sözün həqiqi mənada işlənməsidir. Biri də var, deməli, terminoloji funksiya. Bu haqda da növbəti izahda danışacağam. Belə, deməli, poetik funksiya daşıyacaqdır və şəxsləndirməyə rast gələ bilərik. Bu nə deməkdir? Yəni ki, burada artıq hər hansısa bir cansız əşya ola bilər və yaxud digər canlılar, heyvanlar aləmindən, məsəl üçün, onlar artıq şəxsləndirilir və ünsiyyət qururlar, danışırlar. Yəni, şəxsləndirmə bu deməkdir. Şəxsləndirmə olarsa, bu zamanda olacaq da bədii üslub. Yəni, mətnimiz bədii üslubda olmuş olacaq. Əgər dili daha çətin olsa, terminlərə üstünlük verilsə, bu zaman olacaqdır elmi üslub. Dili daha aydın, anlaşıqlı olarsa bədii üslub olur. Amma məlumat xarakterli olarsa, yenə də dili daha aydın, anlaşıqlı olarsa, bu zaman publisistik üslubda olacaqdır.